Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında PlayStation istifadəsini unutmayaraq bir video hazırlamışıq. Kanalımızda kifayət qədər PlayStation oyunları oynayan və PlayStation haqqında məlumat almaq istəyən kifayət qədər istifadəçilərimiz var və onları da unutmadıq. Əslində bu videonu mən daha öncədən çəkməli idim, amma qismət bu gün imiş dostlar. Deməli, FC26-nın endirim məsələsi və FC26 haqqında biraz danışmaq istəyirəm və yeni çıxan oyun var. Onun haqqında biraz danışacağım və düzdür, bu video biraz reklam xarakterli olacaq. Öz işimizi reklam eləyəcək biraz. Ona görə başdan sizlərə deyim ki, videoda sizin ürəyiniz sıxılmasın. Deməli dostlar, çox uzatmadan keçdik kompüterimizin ekranına. Mən oyunlara, PlayStation oyunlarına, PlayStation Türkiyə səhifəsindən baxıram. Fərqli regionlar var, fərqli regionlarda endirim olmaya bilər. Bunu da qeyd edeyim sizlərə. Axtarış yerinə FC26 yazıram. Yəni FC26 köhnə adı ilə FIFA gedir. FIFA 26 seriyası. Dostlar, bu şəkildə 50% endirimdədir. Adətən FIFA seriyaları, yəni FC26 seriyaları çıxışından ilk 6 ay, 7 ay çox da endirimə düşmürdü. Amma bu səfər məni də təəccübləndirdi. Çıxışından səhvlənmirəmsə 2-3 ay keçib, çox keçməz. Dəqiq bilən varsa video açıqlama bölməsinə baxsın. Mən videodayam deyə daha dəqiq məlumat verə bilməyə bilərəm. Deməli, FC26 standart versiyası bu şəkildə həm PlayStation 4, həm PlayStation 5 versiyası, həm də PlayStation 5 Pro dəstəkləyir. 50% endirimdədir. Baxın, gördüyünüz kimi köhnə qiymətindən xeyli fərq eləyir, yəni yarı-yarıya fərq eləyir. Reyting məsələsi də ki, burada gördüyünüz kimi reytingi listelənib. Adətən təzə çıxan oyunlar bu şəkildə 3.2 ola bilər. Oyunun türkcə menüsü var. Yəni mən öz deneyimlərimə görə deyirəm, yəni oynamışam deyə. Türkçə spiker gəlib bu il FC26-ya türkçə spikerli gəlib dostlar. Yəni oynanış videosudakı kanalımızda kifayət qədər var. Həm karyera qurmaq olsun, həm Çempionlar Liqası olsun, Qarabağ olsun, yəni həm oynanış incələmə videosu olsun. Bu videonun açıqlama bölməsində link əlavə edəcəm. Bizim Fikirli kanalımızda bu oyunun videoları var. Məsləhət görürəm ki, oyunu almamışdan əvvəl mütləq şəkildə videolarına baxmaq lazımdır. Ən azından ağlınızda fikir olacaq ki, yəni bu oyuna pul verməyinə dəyər ya yox. Dostlar, qeyd edeyim ki, oyunu əldə etmək istəyənlər, şəxsi profil yaratmaq istəyənlər, Türkiyə profili yaratmaq istəyənlər bizə müraciət eləyə bilər. Təbii ki, xidmət haqqından eləyirik dostlar. Bunu xoşu gəlməyənlər də var. Kommentlərdə də yazırlar, ödənişli xidmət. Əgər ödəniş eləmək istəmirsə, şəxsi Türkiyə hesabınız varsa bizə müraciət eləyə bilərsiniz və yaxud da heç bir halda bizə müraciət eləmək istəmirsinizsə, endirimdədir. Bu videoya baxıb xəbərdar ola bilərsiniz dostlar. FC25-in 26-nın standart versiyası. Bir digər xəbərimiz isə Apply abunəliyidir dostlar. Apply abunəliyini əslində bundan bir 4-5 gün bundan əvvəl endirimə düşüb. Apply abunəliyi baxın bu şəkildə. Bir aylıq Apply səhifəmiz açılsın, endirimdə ola bilər dostlar. İndi mən bunu almışam deyə mənə köhnə qiymətini də göstərir. Sadəcə 39.99, yəni 40 TL endirimə düşübdür. Apply oyunun içərisində nələr daxildir? Qısaca mən sizlərə göstərim. Çox adam bunu bilmir. Apply nə işə yarayır və bunun haqqında əslində addelli bir video hazırlamaq istəyirəm. Sadəcə video çox qısa olmasın deyə sizə qısa bir məlumat vermək istəyirəm. Dostlar, içərisində Apply-ın daxil olduğu oyunlar var. Hansı ki, indi burada bu göstərmir. Baxaq görək göstərirsə, səhifədən əsasən PlayStation-da daha rahatdır. PlayStation-da baxmaq, oyunlara baxmaq daha rahatdır. Baxın, gördüyünüz kimi Apply-a daxil olan oyunlar. Burada View al deyirəm və burada baxın. FC25-i oynaya bilirsiniz. Pulsuz bir şəkildə bir ay siz bunu oynaya bilirsiniz. Həmçinin Apply-ın illiyi də var, amma hal-hazırda aylığına endirim var. Bizim səhifəyə müraciət eləyin. Bu açıqlama bölməsində səhifəmizə əlavə etmişik. Sadəcə 4 AZN başa gəlir dostlar. Yəni ödəyirsiniz, şəxsi hesabınız aktiv olur. Qeyd edim ki, bizdə oyunlar tamamilə şəxsi hesablara və orijinal şəkildə ömürlük zəmanətlə verilir. Və baxın, gördüyünüz kimi FC25, burada F1.24 versiyası, həmçinin deməli burada nə var? Esport FC24 standart, yəni FC24, UFC5 burada alınmasın, 10% sadəcə endirim verir. Star Wars seriyaları, fərqli nələrimiz var burada? Battlefield 2042 seriyası, Gears Legend, Dead Space, Nitro Speed seriyası kimi belə oyunlar verir. Yəni bu oyunları sadəcə 4 manat ödəyərək
Yəni bu oyunların hamısını bir ay şəklində oynaya bilirsiniz dostlar. Bu şəkildə UFC 25-də 26-dakı əslində bunun vaxtını göstərməmişəm sizlərə. İndi bunu tez bir şəkildə göstərim. Nə vaxta kimi keçərlidir? Çox adam onu soruşur. Səhifəmizdə qeyd olunub. Sadəcə burada videoda göstərim ki, xəbəriniz olsun. Axtarış eləyək. Standart versiyası endirimdədir, Ultimate versiyası endirimdə deyil. Təklif 01-12-25, yəni dekabrın 1-nə kimi keçərlidir dostlar. Bu vaxta kimi bunu aldınız, almadınız köhnə qiymətdən 2899 TL, yəni 2900 TL başa gələcək. Bunu da konversiya eləyib baxmaq üçün də link əlavə eləyəcəm açıqlama bölməsindən. Azərbaycan manatına konversiya eləyib baxa bilərsiniz. Çox cüzi, yəni zəhmət haqqından çox cüzi dostlar. Həqiqətən çox fərq eləmir. Biz sizin üçün bunu alış eləyə bilərik. Əgər YouTube kanalımızdan belə bir kampaniyada eləyək, bizə müraciət eləyən varsa, qeyd eləsə YouTube kanalımızdan Türkiyə profili bizdən hədiyyə olunacaq. Həmçinindəki oyunu biz ona alış eləmək şərti ilə dostlar bunu qeyd edeyim. Əgər FC 26 bizdən sifariş eləyəcəksinizsə, YouTube kanalımızdan bizə müraciət eləyənlər Türkiyə profilini biz hədiyyə olaraq sizə yaradacaq dostlar. Məlumatımız bu qədər. Təzə oyun çıxıb, Call of Duty Black Ops 7. Onun haqqında çox danışmaq istəmirəm. Əslində ayrı videonun mövzusudur. Sadəcə bunu videolarına baxmısınız, baxmamısınız. Qiymət də çox bahadan çıxıb və mən bunun videolarına baxmışam. Heç bəyənmədim dostlar. Yəni buna bu qədər pul verməkdənsə bunu oynamayıb gedib Call of Duty-nin köhnə versiyalarını alıb oynamaq daha məsləhətdir. Baxın, bunun qiymətinə baxın dostlar. 3199 TL-dir. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. Qeyd edeyim ki, burada da videoları var. Oyun, yəni burada indi reytinginə baxın, videolarına baxın. Mənim şəxsi fikrimcə bərbad gündədir. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, sizə faydalı oldu. Qeyd edeyim ki, bu videonun açıqlama bölməsində əlaqələrimiz var. Instagram adreslərimiz var. Siz sadəcə bir qısa mesaj ataraq bu xidmətlərdən yararlana bilərsiniz. Təqdim etdiyi Fikirli kanalı.